bilirsiniz, Bakıda böyük söküntü başlayır, tramvay xətti bu ərazilərdən keçəcək, dəyərli izləyicilər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rızayev Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün dövlət proqramının 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib ki, Mehdabad qəsəbəsindən 28 may metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir. Bununla bağlı nəqliyyat eksperti Yasin Mustafayev Demokrataza açıqlamasında bildirib ki, tramvay xəttinin çəkilişi nəzərdə tutulur. Bu xətt Sibriz ərazisindən başlayaraq Mehdabad, Məhəmmədi və Binəqədi istiqamətindən keçməklə 28 may metro stansiyasına qədər uzanacaq. Təbii ki, bəzi ərazilərdə mövcud koridor, dəhliz olmadığı üçün yeni dəhlizin yaradılması məqsədi ilə müəyyən tikililər istər fərdi yaşayış evlərinin, istərsə də obyektlərin sökülməsi planlaşdırılır. Hazırda marşrut hələ dəqiqləşməyib, güzərgah seçimi aparılır. Yolun oxu elə müəyyən ediləcək ki, həm daha münasib, həm daha sərfəli, həm də daha faydalı olsun və eyni zamanda söküntülər minimuma endirilsin. Bu məsələlərin həlli istiqamətində hazırda müvafiq addımlar atılır. Bu layihə 2025-2030-cu illəri əhatə edən dövlət proqramının mühüm tərkib hissəsidir və Bakının nəqliyyat yükünü azaltmaq, ekoloji təmiz daşımaları təmin etmək məqsədi daşıyır. Şəhərin kənar qəsəbələrinin mərkəzlə birbaşa və sürətli rels nəqliyyatla bağlanması paytaxtın mobillik strategiyasında inqilabi addım hesab olunur. Mehdabad, Binəqədi və Məhəmmədi istiqamətində yaşayan sakinlər üçün bu gələcəkdə tıxacda qalmadan şəhər mərkəzinə çatmaq imkanı deməkdir. Lakin layihənin keçəcəyi potensial yollar üzərində evi və ya obyekti olan şəxslər üçün bu gələcəkdə köçürülmə və kompensasiya məsələlərinin gündəmə gələ biləcəyinə işarədir. Odur ki, marşrut xətti tam dəqiqləşənə qədər həmin istiqamətlərdəki mülkiyyət məsələlərinə diqqətlə yanaşmaq tövsiyə olunur. Amma mən deyərdim ki, əslində bu çox lazımsız bir layihədir. Əgər lazımsız olmasaydı, hökumətimiz bir neçə il öncə Bakının bütün elektrik qatarı xəttlərini, tramvay xəttlərini söküb yerə qoymazdı. Əgər bu 5 ildən, 10 ildən sonra lazım olacaqsa, nəyə görə bu xəttlər belə deyək də, elə ağına bozuna baxmadan söküldü və sonradan başa düşüldü ki, əslində bu lazım imiş. Ona qalsa Bakının Mərdəkan, Şüvəlan istiqaməti, digər Şağan və o ərazi, Pirallahı və digər ərazilərində də buna ehtiyac var. Məhz bu Sibriz layihəsi üçündürsə və o xətt üçün nəzərdə tutulursa, mən hesab edirəm ki, ümumiyyətlə lazımlı deyil. Bu baxımdan lazımlı deyil ki, yəni Bakının daha ağır yüklü əraziləri var. Qeyd elədiyim kimi, təkcə Maşlağa qəsəbəsinin elə 100 mindən çox əhalisi var. Ondan başqa Buzovna, nə bilim, Bilgə, Mərdəkanın özü çox böyük bir kənddir, qəsəbədir. Şüvəlan və Şüvəlan ətrafında Qala, Zirə və s. Yəni, bu konkret bir layihə üçün nəzərdə tutulubsa, belə deyək, bu başqa məsələ. Amma sırf Bakı sakinlərinin rahatlığı nəzərə alınmaq üçün həyata keçirilirsə, mən hesab edirəm ki, o halda artıq bu şəhərin digər istiqamətləri də əhatə eləsə, daha doğrusu Bakı ətrafının çox yaxşı olar.